Dərman preparatlarının qiyməti kəskin artıb. Vətəndaşlar bunu süni qiymət artımı hesab edir. Əczaçılar qiymətlərin Tarif Şurası tərəfindən tənzimləndiyini deyir. Həqiqətən müşahidələr göstərir ki, dərman preparatlarının qiymətində bahalaşma var. Bəs qiymət artımı nə ilə bağlıdır? Bahalaşma nə ilə izah edilir? Nə ilə əlaqələndirilir? Sıradakı sujetimiz bu mövzuna əhatə eləyir. İzləyək. Elə dərman preparatları var ki, qardaş Türkiyə ilə müqayisədə onların qiyməti 3, hətta bəzi hallarda 5 dəfə bahadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin ilk 8 ayında əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsait rekord səviyyədə 21% artıb. Bu o deməkdir ki, dərman və tibbi ləvazimatların alınmasına həmin müddətdə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə vətəndaşlarımız 210 milyon manat daha çox vəsait xərcləməli olublar. Bu isə kifayət qədər ciddi rəqəmdir. Vətəndaşlar bahalaşmanı süni qiymət artımı hesab edir. Elə dərman preparatları var ki, məsələn, gedirsən hesabladırsan, məsəl üçün deyək ki, bu tərəfdə 70 manatdır, gəlirsən bu tərəfdə hesabladırsan, həmin dərmanların sayı belə deyək 48-47 manat təşkil eləyir. Özellikle mağazalarda oluyor. Tez alıyoruz, ayda bir alıyorum yani. Əvvəl neçəydi, indi neçədir? Sanırım 10 manattı, şimdi 13-14 manat. Birində gəlsən, məsələn, 5 manatadır dərman, obursunda gəlsən 5 manat 20 köpüydü, obursunda gəlsən 4 manat 60 köpük. Əczaçılar isə süni qiymət artımı iddiası ilə razılaşmır. Qiymətlərin Tarif Şurası tərəfindən tənzimləndiyini deyirlər. Artım var. Yəni müəyyən bir dərmanlarda var. Dövlət tarif qiymətlərində də var, belə badlarda da var artım. Yəni getdikcə artım müşahidə olunur. 3-4 aydan bir olur bu şey. Ən azı ildə 3 dəfə, 4 dəfə olur. Gəlir bizə spesifik ki, bu dərmanların qiymət artımı var. Tarif Şurasına siyahı gəlir bizə, biz də dəyişirik qiymətləri. Qiymətlər tez-tez qalxır, dəyişir, gəlir. Son zamanlarda daha çox. Dəfələrlə qiymət qalxmalar var bəzi dərmanlarda. Tarif Şurasına aid deyil ki, o Tarif Şurasında olmayan dərmanlara da aiddir. Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq, bu istiqamətdə qiymət arazlığının qorunması çox vacibdir. Bəs qiymət süni şəkildə artırılmırsa, bahalaşma nə ilə bağlıdır? Bu məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov hesab edir ki, dərman preparatlarının qiymətlərinin optimallaşdırılması və xərcin azaldılmasına ehtiyac var. Parlamentari təklifini də səsləndirdi. Aldığımız dərmanların əhəmiyyətli hissəsini xaricdən gətirdiyimizə görə, xaricdə qiymətlərin artması nəticədə Azərbaycan daxilində də qiymətlərə təsir göstərir. Amma yerli istehsalın təşkil edilməsi və yerli xammal hesabına dərman preparatlarının istehsal edilməsi, qiymətlərin optimallaşdırılması, hətta bəzi dərman preparatları üzrə qiymətlərin azalmasına gətirib çıxara bilir. Bu idxaldan asılının azaldılmasına və dərman preparatlarının qiymətlərindəki artımın qarşısının alınmasına səbəb olur. Millət vəkili süni qiymət artımına da toxundu, bildirdi ki, bu yöndə apteklərdə aidiyyatı qurumların monitorinq və nəzarəti gücləndirməsinə ciddi ehtiyac var. Sənan Bəhrəmli, Əkbər Əliyev, Ağabala Məmmədzadə, ATV Xəbər.